Salatu və salamu alə seyyidil ənbiyayı vəl-mursəlin, həbibinə və həbibi iləhil ələmin, Əbil-Qasimil Mustafa Muhammed. Allahümmə səllə və Muhammed və alihi teyyibinə tahirinəl məsumin və lənətullahi əla ədaihim əcməin minəl ən ilə yevmiddin. Allah-u Teala inşallah ibadətlərimizi, dualarımızı qəbul etsin. Allah Teala bu cümə gününün xeyir və bərəkətindən bütün müsəlmanlara inayət etsin. Allah Teala dünya və axirətimizi Peyğəmbər və onun pak əhl-i beytindən ayrı salmasın inşallah. Bəzi hadisələr var idi Kərbəla faciəsi ilə bağlı. Biz bu 10 günlükdə müəyyən qədərini sizin diqqətinizə çatdırdıq və inşallah da Allah Teala fürsət versə bizə, möhlət versə, bəzi məclislərdə də bir sıra məqamlara işarə edərik. Çünki bəzən kifayət eləmir. O qədər vaxt ki, insan bu bütün məsələləri tam şəkildə ətraflı izah etsin. O səbəbdən bunları hissə-hissə inşallah sizin diqqətinizə çatdırarıq. Bu həmin məsələlərdən biri bu idi ki, Aşura günündən sonra baş verən hadisələr, yaxud Aşura günündə baş verən hadisələr ki, bəzilərini biz işarə elədik. Aşura günündə və Aşura günündən sonra baş verən məsələlərdən biri bu idi ki, şəhidlərin dəfn olunması. Şəhidlərin dəfn olunması məsələsi idi. Şəhidlərin dəfn olunmasına gəlincə, bir neçə ayələr sizin diqqətinizə çatdırmaq istəyirəm. Həmin ayələr dəfnin hardan öyrənilməsi, dəfnin barəsində Quran-ı Kərimdə ayə, Allah Teala Maidə surəsində buyurur, elə ki, Qabil Habili öldürdü. Bilmədi, Habilin cənazəsini neynəsin? Özü ilə o tərəfə daşıdı, bu tərəfə daşıdı, bilmədi neynəsin. Quran-ı Kərimdə ayədə Allah Teala buyurur ki, Fəbəəthəllahul quraba yəb'əfu fil ərd. Allah Teala qarğanı göndərir ki, qarğa başlayır yeri qazmağa. Keyfə yuvəri saətə əxi. Qardaşını dəfn etmək üçün necə dəfn etsin? Keyfə yuvəri saətə əxi. Qabil bu cür dedi. Dedi ki, qalə ya veylətə əəcəztu ən əkunə mithlə həzəl qurəb. Qabil bu cür dedi. Dedi ki, mən aciz oldum bu qarğadan da. Bu qarğadan da mən aciz oldum ki, mən bilmirdim nə edim. Bu qarğa ilə mən öyrəndim. Ki, bundan sonra dəfin və dəfnin qaydaları və bu cürünə şəriətin hökmləri, dəfnin vacibatı
Və bu günləri hamı bilir ki, dünyadan köçən müsəlmana 5 əməl vacibdir digər müsəlmanlar tərəfindən, onlardan sonuncusu dəfindir. 5-incisi və sonuncusu dəfindir. İkinci ayə isə bundan ibarətdir ki, Quran-ı Kərimdə Allah Teala Kəhf surəsində buyurur, Əshab-ı Kəhf barəsində. Əshab-ı Kəhf barəsində buyurur ki, Əshab-ı Kəhf, o həmin mağarada olanlar, dünyasını dəyişəndən sonra onları ki, dəfn etdilər. Dedilər, indi bunların dəfn olunduğu yerdə nə edək? İki dəstənin söhbətini Allah Teala Quran-ı Kərimdə buyurur. İki dəstənin fikrini buyurur. İki dəstə burada fikir söylədi. Bir dəstə dedi ki, فَقَالُبْنُ عَلَيْهِمْ بُنْيَانًا. Bir dəstə dedi ki, bunların məzarlarının üzərində bir bina tikək. Bir tikili olsun. Rəbbuhum ələmu bihim. Rəbləri onları daha yaxşı bilir. İkinci dəstə bu cür dedi. Dedi ki, qalələzinə qələbu alə əmrihim. İkinci dəstə möminlərdir. Möminlər bu cür dedilər. Möminlər belə dedilər, lənəttəxizənnə aleyhim məscida. O həmin Əshab-ı Kəhfin məzarlarının üzərində məscid tikək. Bu günləri bu ayə bir çox sualların cavabıdır. Hansı sualların cavabıdır? O bəzi insanlar ki, iradə eləyirlər, deyirlər, o bəzi ziyarətgahlarda, məzarların yanında məscid tikirlər, bu olmaz, bu cür olmaz. Amma onlar Quran oxumayıblar. Quran-ı Kərimdə Allah Teala buyurur ki, onların məzarının üzərində məscid tikin. Və hər halda bu həmin məsələdə də məscidin o məzarların yanında olmasında bir ibrət var, bir məna var. İbrət bundan ibarətdir ki, Allah Teala Əshab-ı Kəhfi cəmaat üçün qiyamətin bir nişanəsi, əlaməti qərar vermişdi və həmçinin ora gələn cəmaat, o məsciddə namaz qılan cəmaat, o həmin insanların məzarlarına baxıb, bir Allah Teala tərəfindən nişanənin olduğuna şahid olacaqlar. Bəs Kərbəla şəhidlərinə gəlincə, elə ki, İmam Hüseyin əleyhissalam yaralı idi, Şimir tərəfindən əmr verildi ki, çadırlar, yəni xeymələr, çadırlar qarət olunsun. İmam Hüseyin əleyhissalam döyüş meydanına getməzdən öncə bütün qızıl və zinət əşyalarını hamıdan toplayır. Nə üçün? Çünki düşmən sizi qarət eləyəndə görsün, hazır burada qızıllar var, aparsın, geçsin. Daha sizə bir də əziyyət etməsin. Hamı öz qızıl əşyalarını verir ki, biz bunu hər dəfə Kərbəla tarixini danışdığımız zaman bunu qeyd edirik. İmam Hüseyin əleyhissalamın qızı Rüqəyyə xanım qulağındakı sırqaları vermir. Nə üçün vermir? Atasına İmam Hüseyin əleyhissalam deyir ki, qızım verginə. İmam Hüseyin bilir ki, düşmən onsuz da bunları qarət edəcək. Baxsan görərsən ki, çox xırda bir şeydir, mahiyyət etibarı ilə, dəyəri o qədər də qiymətli deyil. Amma qız nə deyir? İmam Hüseyin əleyhissalamın qızı deyir ki, bu sırqaları qulağıma qardaşım Əli Əkbər taxıb. Ondan mənə yadigardır.
İmam Hüseyn əleyhissalam daha qızını incitmiş. Ta ki o vermir, İmam Hüseyn də bu cürlə. Amma qarət eləyəndə belə olmadı. Qarət eləyəndə o həmin az yaşlı qızın qulağından dartıb sırğaları çıxartdılar. Həmin uşaq da dedi ki, əgər bunu istəyirdinizsə, deyərdiniz, mən sizə verərdim. Amma nə üçün mənə əziyyət etdiniz? Və bu həmin hadisədə İmam Hüseyn əleyhissalam yaralı olduğu halda Şimrə və onun ətrafındakiləri dedi ki, heç olmasa gözümün qabağında mənim ailəmi qarət etməyin. O Yezidin dəstəsində olanlardan biri dedi ki, İmam Hüseyn əleyhissalamın sözünü təsdiq edərək dedi ki, gözünün qabağında ailəsini qarət etməyin. Və İmam Hüseyn əleyhissalam şəhadətə çatandan sonra o həmin xeymələri yandırdılar, qarət etdiklərini qarət etdilər və bu həmin qarət edənlər içərisində bir nəfər gecikmişdi. Bir nəfər gecikmişdi. Gəldi, gördü ki, hər şey aparıblar, heç nə yoxdur. İmam Hüseyn əleyhissalam, o ki, biz aşırı günündə danışdıq, anası Fatimənin hazırladığı köynəyi giyinmişdi. O köynəyin altından bir köynək də köhnə köynək giyinmişdi. Köhnə köynək giyinmişdi. İmam Hüseyn dedi ki, bir dənə köhnə köynəyi verin mənə. Verdilər İmam Hüseyn əleyhissalama bir köynək. Köynək imama dar idi. Seyyid İbn Tavus yazıb Lühuf kitabında. Köynək imama dar idi. İmam dedi ki, bu cür köynək giyinmək bizə yaraşmaz. Başqa bir köynək, köhnə bir köynək verin. Həmin köynəyi də altdan giyindi ki, bilirdi qarət edəcəklər. O köynəyi əynindən çıxartanda bir əynində libası olsun. Və bir nəfər ki, gecikmişdi, gəldi qarət üçün, gördü ki, heç nə yoxdur. Hamısını yığıb aparıblar, heç nə qalmayıb buna. Baxdı ki, İmam Hüseyn əleyhissalamın əlində, barmağında bir üzüyü qalıb. Barmağında bir üzüyü qalıb. Nə qədər cəhd elədi ki, həmin üzüyü dartıb, qopartsın, çıxartsın barmağından İmam Hüseynin. Üzüyü barmağından çıxmadı. Və İmam Hüseyn əleyhissalamın mübarək barmağını kəsdi, üzüyü çıxartmaqdan ötürü. Yəni, qarət bu qədər baş verib. Şeyx Müfid bizim böyük alimlərimizdəndir, həmin alimlərdəndir ki, onun barəsində bu cür nə deyirlər ki, İmam Zaman əleyhissalam onun barəsində söz buyurub Şeyx Müfidin. Ki, bir zaman olub ki, Şeyx Müfid deyib, daha mən fətva verməyəcəm, məsələ deməyəcəm. Günlərin birində bir nəfər dünyasını dəyişir, bir qadın dünyasını dəyişir. Çox sürü istəyirəm, deyirlər, hamilə olur. Şeyx Müfidə xəbər verirlər ki, ağa, bunu biz necə dəfn eləyək? Ağa deyir ki, hələ dəfnin qaydası ilə, adi qayda ilə dəfn edin. Üstündən illər keçir, bir məclisdə bir nəfər Quran oxuyur. Şeyx Müfid də həmin məclisdədir. Deyirlər, şeyx, bu uşağı tanıdın kimdir? Şeyx deyir, kimdir bu uşaq? Deyir, bu yadındadır neçə il bundan əvvəl biz səndən məsələ soruşduq ki, bir qadın dünyasını dəyişib, bunu nə cür dəfn eləyək? Sən bir dənə məsələ dedin ki, hələ adi qaydada dəfn eləyin. Sonra ikinci dəfə bir nəfər gəldi, dedi ki, şeyx deyir ki, ananın bətnindən uşağı çıxartsınlar, sonra dəfn etsinlər. Və uşaq da sağ idi. O həmin uşaqdır, Quran oxuyur. Şeyx deyir, Allahu Əkbər, mən ikinci fətvanı verməmişəm.
birinci söz mənim sözümdür. İkinci söz mən deməmişəm ki, uşağı bu cür nə edin. Şeyx söz verir ki, mən daha bundan sonra fətva verməyəcəm. Cəmaat məsələ soruşur, şeyx deyir ki, yox, mən səhv edirəm, mən fətva verməyəcəm. Şeyx Müfidə İmam Zaman əleyhissalam xəbər göndərir. Deyir, şeyx, sən fətvanı verginə, səhvivi biz düzəldəcəyik. O səhvi də hələ İmam Zaman əleyhissalam düzəltmişdi. Dedi, sən fətvanı verginə, səhvivi də biz düzəldəcəyik. Şeyx Müfid, bax, bu cür dəyərli alimlərimizdəndir bizim. Şeyx Müfid şəhidlərin dəfn olunması barəsində bu cür deyir. Bu həmin məlunlar niyyətləri bu idi ki, şəhidlərin cənazələri çöldə qalsın, heyvanlar, ondan sonra bu cürünə ki, itib aradan geçsin. Şeyx Müfid deyir ki, Məhərrəmin 12-si idi. Bəzi alimlər var, deyir, Məhərrəm ayının 13-ü idi. Yəni, burada fərq budur ki, bəziləri bir gün, bəziləri 2 gün, 3 gün, bax, bu cürünə fərqlə deyiblər şəhidlərin dəfn olunması barəsində. Şəhidlərin dəfn olunmasına gəlincə, Bəni Əsəd qəbiləsi var idi ki, həmin Kərbəlaya yaxın idi, Bəni Əsəd qəbiləsi. Oranın xanımları, Bəni Əsəd qəbiləsinin xanımları, qadınları öz kişilərinə deyirlər ki, o şəhidləri ya siz dəfn eləyin, ya biz özümüz dəfn edəcəyik. Çünki Bəni Əsəd qəbiləsinin kişiləri də qorxurdu şəhidləri dəfn etməyə. Nədən ötürü? Bunları cəzalandırarlar. Ona görə qorxurdular. Amma qadınların bu sözündən sonra qeyrətə gəlirlər, şəhidləri dəfn etməyə gəlirlər. Və İmam Zeynul Abidin əleyhissalama kömək etməyə gəlirlər. Bilirik ki, İmam Zeynul Abidin əleyhissalam Kərbəlada xəstələnmişdi. Xəstəliyi də qızdırma xəstəliyi idi ki, İmam Zeynul Abidin əleyhissalamı taqətdən salmışdı. Həmin çadırlar qarət olan zaman və İmam Zeynul Abidin əleyhissalamı görürlər. Öldürmək istəyəndə İmam Zeynul Abidin əleyhissalamı neçə yerdə xanım Zeynəb özünü qabağa verib, onlardan biri də İmam Zeynul Abidin əleyhissalamı öldürmək istəyəndə dedi ki, əvvəl gərək məni öldürəsiz, sonra mənim qardaşım oğlunu. Baxdılar İmam Zeynul Abidin əleyhissalamın halına, gördülər ki, İmam da xəstədir. Bunlar bu fikirdə oldular ki, hələ bu cürünə də dünyasını dəyişəcək. Amma bu bir Allah Taalanın hikməti idi ki, İmam Zeynul Abidin əleyhissalamın Kərbəla şahidi olmasından ötürü, Kərbəlanın canlı şahidlərindən olmasından ötürü. Bəs bu həmin Kərbəla hadisəsində ən təsirli məqamlardan biri bu idi ki, İmam Zeynul Abidin atasının cənazəsini dəfn edir. Bilirik ki, İmam Hüseyin əleyhissalamın başını kəsmişdilər və 10 nəfər atlı şəhidlərin cənazələrinin üzərində at çapmışdı. 10 nəfər atlı şəhidlərin cənazələri üzərində at çapmışdı və daha sonra o ki, İmam Kərbəladan gələndən sonra, daha doğrusu Şamdan gələndən sonra İmam Zeynul Abidin əleyhissalam əsirlikdən azad olandan sonra İmam Hüseyin əleyhissalamın başını imamın həmin dəfn olunduğu yerdə dəfn eləyir. Çünki kəsilmiş başları aparmışdılar. Neçə baş vardı ki, Kərbəla şəhidlərindən şəhidlərin başı kəsilmişdi. Onlardan İmam Hüseyin əleyhissalam idi, Həzrət Abbas idi və digər şəhidlərin başları idi. Bəs İmam Zeynul Abidin əleyhissalam atası İmam
Hüseyn əleyhissalamı dəfn edəndən sonra onun baş daşının üzərində bu cür yazır. Hava qəbrul Hüseyn İbni Əli. Bu, atam Hüseyn İbni Əlinin qəbridir. İmam Zeynul Abidin əleyhissalam atası İmam Hüseyn əleyhissalamı bax bu cürlə dəfn etmişdi. Allah Taala'dan duamız budur ki, Kərbəla şəhidlərinin qatillərinə qiyamət gününə qədər lənət etsin. Allah Taala inşallah İmam Zaman əleyhissalamın zuhuru ilə Kərbəla şəhidlərinin və ümumən yer üzündə haqqı tapdalanan məzlum insanların haqqını İmam Zaman əleyhissalamın əli ilə Allah Taala bərqərar etsin. Allah Taala'dan duamız budur ki, öz böyüklüyü xatirinə bizi Peyğəmbər və Ali Peyğəmbərdən ayrı salmasın. Allah Taala aqibətimizi xeyirli etsin. Dünya və axirətimizi salamat etsin. Allah Taala bu məclislərdə hər kəsin qəlbindən keçən duaları qəbul etsin. Və bu günləri bildiyimiz kimi silahlı qüvvələr günüdür. Allah Taala ordumuzu qorusun, hərbiçilərimizi, əskərlərimizi qorusun, vətənimizi, torpağımızı qorusun. Allah Taala daim ordumuza qələbə nəsib etsin. Allah Taala xalqımızın, dinimizin düşmənlərini məhv nabud etsin. Allah Taala bizim ölkəmizdə, dünyanın hər bir yerində sülh və əmin-amanlıq bərqərar etsin. Allah Taala iltimas-ı dua deyənlərin dualarını qəbul etsin. Allah Taala qəlbimizdən keçən, gizli, aşkar olan dualarımızı qəbul etsin. Allah Taala bütün müsəlmanların dualarını qəbul etsin. İnşallah Kərbəla şəhidlərinin ruhuna, Kərbəla əsirlərinin vətən uğrunda şəhid olanların ruhuna və qazilərimizin tezliklə şəfa tapmasından ötürü İmam Hüseyn əleyhissalam Kərbəla şəhidlərinin ruhuna 3 dəfə salavat zikr edək.